Hər kəsin işidir. Yoxsa ədaləti müraat eləsən, bəli. Arvadlar gəldilər Həzrət Əliyə dedilər, ya Əmirül Müminin. Bizim ərlərimiz gedib 2-sini alıb, 3-ünü alıb, 4-ünü alıb. Sən icazə verən biz 2-sinə gedək, 3-ünə gedək, 4-ünə gedək. Əmirül Müminin gördü bu arvadları, bu kişilər çox narahat eləyiblər. Əmirül Müminin burada gedin. Hərəz bir livan su gətirin, tökün təşdə. Getdilər hərəsi bir livan su gətirdilər, tökdülər təşdə. Dalıca dəstur verdi, hər kəs öz suyunu ayırsın, götürsün, geçsin. Dedilər, ya Əmirül Müminin sudakı qarışdı da sənin suyundan, o birisi livan, o birisindən, o birisinə. Dedi, ha. Odur xanımlar bir dənədən artıq ərə gedənməz. Nəsli bəhəm yer, nəsli deyinər, qarışar. Eləyə bilməzlər. Odur bir nəfər ki, ədaləti müraat eləmək haqq yoxudur. Kişinin nə maşını var, nə həyəti var, nə pulu var, nə işi var. 4 dənə arvadı var. Bu nə haramdır. Təcil o kəsindir ki, var ola, təmin eləyə, qudrəti ola. Qudrəti ola. Bir yol biri gəlmişdi mənim yanıma, dedim, qardaş, vəzimalın necədir? Dedi, ağa, vəzimalın bu dili yaranədir. And olsun Xudavənd. Dedim, arvadın neçədir? Dedi, 4 dənədir. Dedim, evində ağısın, axı bir dənəni bacarmaq olmur. Neyin edən? Allah azımız olar da. Allah! Buna haramdır. Buna haramdır. Rabbena vəffiqna lima tuhibbu və la təkilna anfusina tərfətə eynin əbəda. Allah bir ani nəfsimizə var qoyma. Bəli, Quran deyir 2 dənə, 3 dənə o kəsə ki təmin eləyəm. Varı yetirə, çənəsinin giri yetirə, qudrəti yetirə. Nəngi dili dolaşaq, qıç ondan bətər dolaşaq. Vurarlar, öldürürlər, ona haramdır. Bacara bilməyənə, o kəsi ki ədaləti müraat eləyər. Ədaləti. Həzrəti Zeynəb görürən əvvəl şərt elədi. Dedi, bax, arvad xəlqinin nəmə? Xob, dedim onu da. Heç kişinin haq yoxudur 4 gecədən artıq oyun tərk eləyə. Heç kişinin nə haq yoxudur 4 ay səfər eləyə. Baxın kitablara. Gedə 4 ay qala ayrı şəhərdə, arvad qala bir ayrı şəhərdə 4 aydan artıq haq yoxundur. Eləyə bilmərən haramdır. Xob, kişinin haqq arvadın boynuna nə mənədir? Kişinin haqq arvadın boynuna bidun icazə heç dədövünə də gedə bilməz. Qəbristana da gedə bilməz. Bir namazdır, oruçdur Məkkə. Bunları Allah vacib eləyib. Bunlar kişinin icazəsini istəməz. Qalan yerdə bidun icazə gedə qiyamətdə yandırırlar. Öz libasını özünə alışacaq elərlər. Bir haqqı da budur, heç sədəqə də verənməz. Kişinin pulundan götürə, hətta oğurluqsa kişinin pulundan götürə sədəqə verə, nəzri verə, Hüseyniyeyə verə, məscidə verə. Savabı kişinindir, amma arvadı oğurlar səhfinə yazarlar. Acələdir. Bir haqqı nə mənədə alar? Bir haqqı da ibarətdir bundan. Bir haqqı da ibarətdir bundan, bəli. Deyirlər, kişinin gərək ruhiyyəsini ələ gətirir. Əgər xanım Allahın şərəni ilə rəftar eləsə, kişi o yan-bir-yana caymaz. Kişi o yan-bir-yanın sözünü danışmaz. Ax, özgənin xanımı naməhrəmin gözünə görən əruz kimin gələr da? Öz əyalı əgər bu kişinin halın, mən nə bilim yazıblar, bir bəli, kişinin icazəsi olmaya xanım ayrı otaqda qalam. Söp yuxudan durunca mələklər başın üstə lən elir. Allah bu arvada lən elə. Kişinin pulun xəşlir, öyündə oturur, özünə təmkin eləmir. Kitablar yazıblar, mən nə deyirəm. Allah sözüdür də, baqqal sözüdür, mən səndən qorxam, utanam. Təvəccüh elədin. Hətta gərək xassəsin bərabərdə eləyə xanımın vəzifəsidir. Xanımın vəzifəsidir. Əgər arvadın qabiliyyəti olsa, kişi heç mövqə caymaz, ayrı qapıya getməz, dərduvardan sırmaşmaz, getmə, eləməz. Məgər özünün xanımı şərənə əməl eləməyə. 5 dənə şərt Quranda. Ağanın haqqıdır xanımın boynunda. 5 dənə də haqq xanımın da ağanın boynunda. Əgər ağa öz vəzifəsini əncam verə, xanım öz vəzifəsini əncam verə, heç ixtilafı xanəvadə olmaz. Ələn ixtilafı xanəvadə bir, əslən özü bir idarədir. Hacı Ay Nuriyan bilir, Hacı Şovzəb. Bəli, bu zindanlarda bunlar məsuliyyətləri var. Bir xəbər alsa, deyir bizim əlan
Hər ustandan neçə dəmənən min dənə pərvəndəmiz var. Elə necə biri cərhi zərbidir, biri sirqətdir, biri məvadlı müxəddirdir. Bəli, biri də elə ixtilaf-ı xanavadədir. İxtilaf-ı xanavadədir. O idi Həzrət Zeynəb dedi, şərt eləyim mən Hüseyndən ayrılmam. Da mənim saətim tamam oldu. Çox olsa helal eləyin, az olsa mənim azımı qardaşlar siz çox. Hesab